Bilirsiniz ki, qeyri-müəyyən şəxsi cümlənin xəbəri üçüncü şəxsin cəmində, ümumi şəxsi cümlənin xəbəri isə ikinci şəxsin təkində və üçüncü şəxsin cəmində ola bilir. İkinci şəxsin təkində olanda fərqləndirmək rahatdır. Bəs üçüncü şəxsin cəmində olan ümumi şəxsli cümlə ilə qeyri-müəyyən şəxsi cümləni necə fərqləndirəcəyik? İkisinin də xəbəri üçüncü şəxsin cəmindədir axı. Yadınızda saxlayın ki, qeyri-müəyyən şəxsi cümlədə bir qrup şəxsdən söhbət gedir. Ümumi şəxsli cümlədə isə hərəkət və hökm ümumiyə aid olur. Yəni, hamıya aid olur. Məsələn, deyək ki, qapını döydülər. Qapını hamı gəlib yığışıb döyəsi deyil ki, bir qrup şəxs döyüb də, yəni birdən artıq şəxs var da orada. Yəni təsəvvürümüzdə canlanır ki, orada bir qrup şəxs ola bilər. Ancaq deyirəm ki, yerə zibil atmazlar. Yerə zibil atmazlar deyəndə burada hamıdan söhbət gedir. Hərəkət və hökm ümumiyə aiddir, yəni hamıya aiddir. Qısacası, ümumi şəxsi cümlə ilə qeyri-müəyyən şəxsi cümləni ayıranda bir şeyə diqqət yetirin ki, qeyri-müəyyən şəxsli cümlələrdə hərəkət və hökm bir qrup şəxsə, ümumi şəxsi cümlələrdə isə hamıya aid olur.